Muhammed ve Ali Muhammed. Kərbəla şəhidləri, vətən şəhidləri ruhlarına salavat zikr edin. Allahümmə salli alə Muhammed və Ali Muhammed. İmam Zaman ağanın zuhurunun tezləşməsinə, sayəsində rəhbər müəzzəm və sair məraziin səlamətçiliklərinə, ağanın özünün səlamətçiliyinə, mübarək qəlbinin bizdən razı qalmasına, ağanın gəlişi ilə dünya zalimlarının rəzil olmalarına, məzlumlarının fərəc tapmalarına salavat zikr edin. Allahümmə salli alə Muhammed və Ali Muhammed və accil fərəcəhum. Allahümmə salli alə Muhammed və Ali Muhammed. A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve thenâ'u lillahi rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Qasimi Muhammed. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Ve ala alihil ma'suminel mukerreminel muntecebin. واللعن على أعدائهم أجمعين إلى يوم الدين أما بعد رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم. Şükürlər olsun Allah'ın bu gününə ki, Allah bu gündə bizə ömür verdi. Verdiyi ömürdə özün və dostların bizə tanıtdırdı. Şükürlər olsun Allah'a ki, evlərimizi örtdü və bizi xalq arasında rüsvay olanlardan eləmədi. Şükürlər olsun Allaha ki, ruzumuzu əlində qərar verdi və bizi özündən başqa heç kimə möhtac eləmədi. Allahın verməz Allahlığına xatir nə qədər ömür veribsə, bizi verdiyi bütün neymətlərinin qarşısında şükür eləyən bəndələrindən qərar versin. Amin. Günahlarımızı əff eləyib, eyiblərimizə rəhmət pərdəsini çəksin. Amin. Şükürlər olsun Allaha ki, Allah dedi, özün və dostların bizə tanıtdırdı. Bu böyük bir neymətdir ki, Allahın sevindiyi bir gündə biz də sevinə bilirik və Allahın narahat olub qəzəbləndiyi bir gündə, qəhr günündə biz də narahat oluruq. Bu da bağlıdır Allahın dostlarına, təbii ki. Allahın dostlarının sevimli günü Allah üçün də sevimli gündür. Allahın dostlarının qəmli günü Allah üçün də qəmli gündür və Allah üçün də qəzəbli bir gündür. Şükürlər olsun Allaha ki, Allah icazə verdi, inayət elədi. Həzrət Zəhra salamullah əleyhanın şəhadət günləri geridə qaldı və xanımın adı ilə məclislər oldu. Nəhayət gəldik, yetişdik Həzrət Zəhra salamullah əleyhanın mübarək mövlud günlərinə. Allah bu gözəl bayramı başda İmam Zaman ağa olmaqla bütün Zəhra sevərlərə mübarək eləsin inşallah. Bu günlər çox bərəkətli günlərdir. Allah bu günlərin bərəkətindən özümüzə, ailəmizə, övladımıza pay bəxş eləsin inşallah. Özümüzü, ailəmizi, övladımızı bu yolda tərbiyələndirib, bu yolda yaşayıb, bu yolda dünyadan köçməyə müvəffəq eləsin inşallah. Tək-tək hər birimizi, xüsusilə ana-bacılarımızı mən bu gözəl bayram münasibəti ilə təbrik edirəm və Allahdan Həzrət Zəhra salamullah əleyhanın dünya və axirət ziyarətin və şəfaətini arzu edirəm. Bildiyiniz kimi Həzrət Zəhra salamullah əleyha Cəmad-ı Sani ayının 20-sində Məkkə şəhərində dünyaya gəlib. Peyğəmbərin və xanım Xədicənin evində. Cəmad-ı Sani ayının 20-si Beysətin 5-ci ilində. Yəni Həzrət Peyğəmbər 5 il idi ki, Peyğəmbərliyə çatmışdı. Həzrət Zəhra salamullah əleyha dünyaya gəldi. Yəni Həzrət Rəsulullahın 45 yaşı olanda Həzrət Fatimə salamullah əleyhanı Allah ona hədiyyə elədi. Həzrət Zəhra salamullah əleyha yaranış aləminin ən dəyərli evində dünyaya gəlib.
Təsəvvür edirsiniz? Yaranış aləmində ən dəyərli yerlərdən biri idi ki, Həzrət Peyğəmbər orada yaşayırdı. Yəni, çox böyük bir şeydir və oranın dəyər tapması Həzrət Rəsulullah'a görə idi. Bilirsiniz, fəlsəfədə bir qanun var. İnsan yeri qiymətləndirir. Yer insanı qiymətləndirmir. Görürsən, bəzi aciz insanlar olur, özünə həyatda yer tapa bilməyən insanlar və həyatda heç bir mövqeyə malik olmayan bəzi insanlar olur bəzən. Məclisə girəndə məclisin yaxşı yerin özünü axtarır. Bu insanın zəifliyinin göstəricisidir. Bu insanın səviyyəsinin nümayişidir əslində. O insan əslində yerin bilmir deyə yer axtarır. O insan bunu dərk eləsə ki, əl-mulku lillah, mülk hamısı Allahındır və izzəti, dəyəri, hörməti verən Allahdır. Mən hər harda otursam, Allah mənə dəyər veribsə, mən dəyərli olacağam. Allah mənə dəyər verməyibsə, mən şah da olsam, hakim də olsam, dünyanın yiyəsi də olsam, bir qara qəpi qədər də mənim dəyərim olmayacaq. Harada oturmağımdan asılı olmayaraq, insan özünə yer axtarmaz. Necə ki, imamlar həyatları bu cür yaşayırlar. Tarixdə var, İmam Rıza əleyhissalam deyir, bütün, belə də bugünkü dildə desək, işçilərin, bütün xidmətçiləri, qulluqçuların süfrə açılanda əyləşdirərdi, ən sonunda özü qapının ağzında əyləşərdi. Bəzən sual da verirdilər, bəzən imam da indi hər şeyi dilinə gətirmirdi ki, məsələn, bu imamın barəsində verilən yanlış sözdür də, deyəsən ki, məsələn, imam, niyə məclisin ayağında oturmuşsan? Bu sözü deyən məntiqdən kənar bir söz işlədir və deməli, hələ ki, hətta baxmayaraq ki, imamın yanındadır, imamı tanımır. Niyə? İmam harada oturmuşsa məclisin başı oradır da. İmam harada əyləşdisə, təsəvvür edirsiniz, yer üzündə Allahın hüccəti. İndi yer üzünün bir nömrəli şəxsiyyəti. İmam Zaman əleyhissalam hər hardadırsa, dəyərli yer oradır da. Ona görə Peyğəmbərin o evdə olmağı o evə bir dəyər verirdi. Təsəvvür edirsiniz? Yəni, bir dənə ev ki, hər gün mələklər gəlir gedir. Hər gün mələklər o evin qonağıdırlar. Bir dənə adamın qonağı gələndə adam sevinir. Hətta böyüklərə Allah rəhmət eləsin, məzmunu hədisdir ya. Yəni, hədislərdə var bu. Bizdə sadəcə onu böyüklər, atalar sözü kimi işlədiblər. Deyir, qonaq döyməyən qapını dərd-bəla döyər. Hə? Əslində bu ilə hədisdə Həzrət Peyğəmbər buyurur ki, Allah kimi bağışlamaq istəsə evinə qonaq göndərər. O qonaq da evdən çıxanda evin nə qədər dərd-bəlası və günahları varsa özü ilə çıxardıb çölə tökər, çıxar gedər. Qonağın üstündə qalmaz ha. Peyğəmbər buyurur, çıxardar, çölə tökər, çıxar gedər. Yəni, qonaq döyməyən qapını dərd-bəla döyər də. Qonağın gəlməyi bir fəzilətdir. Allahın inayətidir. Peyğəmbər deyir, Allah kimi bağışlamaq istəsə, kimə rəhmətin nazil eləmək istəsə, onun evinə qonaq göndərər. Təsəvvür edin, indi Peyğəmbərin qonağı hər gün mələklərdir. O evin qonağı mələklərdir. Mələklər gəlir, gedir. Hələ bizim bildiyimiz mələklərə, hələ qalan sirlərdən xəbərimiz yoxdur. Kimlər gəlib, kimlər gedib. Təsəvvür edin, bir dənə evdir, zahirən daxmadır da bizim bugünkü dildə desək. Balaca bir komadır. Hə? Həzrəti Əzraillər gəlir o qapıda əsas duruşa keçir. Və o qapını döyür. Bəzən bu şeylər o qədər çox deyilib ki, çox şeylər var da, çox deyiləndə bir növ adiləşir. Halbuki bu yetər ha, bunların, bu ailənin fəzilətindəki Həzrəti Əzrail qapı döyür. Yaranış aləmində belə bir şey olmuyor. Həzrət Əzrail gələ qapı döyür, kimlərsə icazə istəyir içəri girməyə. Təsəvvür edin, xanım Xədicə belə bir evdə dünyaya gəlib. Xanım Zəhra salamlı aleyha. Xanım Xədicə ilə Peyğəmbərin evində. Mələklər o qapını döyürlər, icazə istəyirlər içəri girməyə.
birdən ev yiyəsi icazə verməsə, onlar bir üstə heç vaxt icazə almırlar. Birdən ev yiyəsi icazə verməsə girmirlər hətta. Bunlar hamısı ispat olunmuş məsələlərdir də. Bu kifayətdir ya, inanın Allaha kifayətdir bu ailənin fəzilətində. Ki, mələklər bunların evlərinin girişində icazə istəyirlər və daimən gəlib gedirlər. Baxın, ziyarətnamələrdə imamların dilindən, məsumların dilindən olan ziyarətnamələrdə bu çox qeyd olunur. O cümlədən ziyarət-i cami-i kəbirədə ki, İmam Hadi əleyhissalamın dilindəndir, biz onlara bu cür salam veririk. Siz o şəxslərsiniz ki, muxtələfəl məlaikə, mələklər sizə gəlib gedir. Baxın, bugün dünyada bizim gördüyümüz bir şeylərdən biri budur. Məsələn, görsən, bir tanınmış bir insan, fərqi yoxdur, maddi ya mənəvi. Mənəvilər üçün mənəvi, maddilər üçün də maddidə. Bir insan birinin evinə gəlib gedəndə digərləri ona qibtə eləyir. Mən hələ yaxşısını deyirəm, amma qibtə bəzən paxıllıq da edirlər. Çünki qibtəyə İslam icazə verir də. Bəzən ona qibtə eləyirlər, ha? Ki, maşallah, gör bunun evinə kimlər gedir, ya filan vəzifəli, ya filan arif, fəqih. Bu bir iftixar hissidir də adam üçün. Məsələn, təsəvvürün biz öz baxışımızla, öz yükümüzdən deyil də, fərz edin, məsələn, bir nəfər var möminlərdən, deyirlər ki, fikir ver, Ayətullah Behçət elə tez-tez bunlara gəlir gedir. O adam üçün iftixardır da, deyirlər ki, Ayətullah Behçət bunun evinə gəlir. Sonra bir dənə mömin deyirlər ki, Əllamə Qazi bunlara gəlib gedəndir. Təsəvvür edirsiniz? İndi sən təsəvvür elə bir dənə ev ki, onların gündəlik qonağı mələklərdir. Həzrət Zəhra o evdə dünyaya gəlir. Gündəlik qonağı mələklərdir. İnanın Allaha bu kifayət eləyir bu ailənin fəzilətində. Ki, müxtələfəl məlaikədirlər, hər gün mələklər bunlara gəlir gedir və elə bir əzəmətdədirlər ki, çox evlərə mələklər gəlir gedir. Həzrət Peyğəmbər buyurur ki, Allah kimə qız övladı versə, gündə 3 dəfə mələklər o evi ziyarət eləyərlər. Çox yeri mələklər gəlir gedir. Amma heç kimdən nə icazə almırlar, nə də heç kimdən onlardan xəbər olmur. Nə də qapı döymürlər. Amma bir də var ki, bir dənə evə gəlib gedirlər ki, o qapını döyürlər və icazə istəyirlər. Xanım Zəhra belə bir evdə dünyaya gəlir. Yəni, həqiqətən çox fövqəladə bir şeydir. Çox böyük bir fəzilətdir. Xanım Zəhra salamlı aleyha həqiqətən bilsən, xanımın barəsində söz o qədər çoxdur ki, ələl xüsus məni kimi aciz biri, naqis biri ki, heç eləyə bilməz. Böyük alimlərimiz, Həzrət Zəhranı dərk eləyən böyük alimlərimiz, yəni bir mənada, onlar da öz səviyyələrində deyirlər ki, axı Həzrət Zəhra salamlı aleyhanın fəziləti qutarmaz ki, ona ömür çatmaz ki. Bir dənə Əhl-i Sünnə alimlərindən var, Əhməd Xəlil Cümə Suri, Suriyalı bir dənə Əhl-i Sünnə alimlərindəndir. Deyir, xanım Zəhranı məndən soruşsuz, mən deyərəm, kanət mir'atən li əbiha. Deyir, mən deyərəm ki, o atasının güzgüsü idi. İnanın Allaha, ayə, hədis filan, hələ bunlar da məlumdur da bu, şah kəlam Allahın kəlamıdır da. Bu söz kifayət edir. Əhl-i Sünnə aliminin sözü. Deyir ki, kanət mir'atən li əbiha. Xanım Fatimə salamın aleyha atasının güzgüsü idi. İlahi pərverdigara. Bir insan hansı həddidə olar ki, Rəsulullahı əks elətdirsin. Söhbət Rəsulullahdan gedir. Əşrəful xəlayiqdir. Yaranış aləminin bir nömrəli şərəflisidir. Bundan fəzilətli Allah heç kimi yaratmıyor. Xanım Zəhra bunun güzgüsüdür. Bunu əks elətdirir. Həzrət Zəhraya baxanda Həzrət Peyğəmbəri görmək olur. Necə ki, Həzrət Zeynəbə baxanda Həzrət Əlini görmək olurdu. Necə Həzrət Zəhra Həzrət Peyğəmbərin güzgüsüdür, Həzrət Zeynəb də Həzrət Əlinin güzgüsüydü də. Allah bütün övladları bu şəxsiyyətlərə layiq övladlardan qərar versin inşallah. O
əsirləri ki aparırdılar. Allah lənət eləsin Əhl-i Beytin düşmənlərinə. Kufədə xanım Zeynəb salamlı aleyha çıxış elədi. Baxın tarixə, müxtəlif tarixlər bunu yazırlar. Deyir, onlar ki səsi eşidirdilər, üzün görünürdülər. Dedilər, Əli ibn Əbi Talib əleyhissalam dünyaya mı qayıdıb? Xanım Zeynəb çıxış eləyirdi. Elə bilirlər ki, Həzrət Əli danışır. Görün, bir qız övladı necə atanın güzgüsü ola bilər? Həzrət Zəhra da Peyğəmbərin güzgüsü idi. Bütün sahələrdə. Təsəvvür edirsiniz, biz ən böyük əsas və dəlilimiz əlimizdə Qurandır da, düzdür o sübutlar içində, hüccət olaraq bizi üçün ən böyük dəlil Qurandır. Quranda Həzrət Zəhranın barəsində 100-dən çox ayə var. Barəsində surə var. Hətta bəzi alimlər 135-ə cəm deyirlər. Deyirlər, xanımın barəsində 135 dənə ayə var Quranda. Təsəvvür edirsiniz, bu fövqəladə bir şeydir. Mən bir dəfə bunu söhbətlərin birində qeyd eləmişdim. Amma çox təəssüf ki, deyəndə ki, bu ayə Həzrət Zəhranın barəsindədir, çoxları narahat olur. O adamlar ki, onların qanı xarabdır, narahat olurlar. Həzrət Məryəmin barəsində deyəndə heç kim narahat olmur. Amma Həzrət Zəhranın barəsindədir deyəndə narahat olurlar. Və deyirlər ki, yox, ola bilməz. Və Həzrət Məryəm üçün deyəndə heç kim demir ola bilməz. Məsələn, xanım Asiyə üçün deyəndə, Fironun həyat yoldaşı idi, Həzrət Musanın böyüdən xanım, heç kim demir ola bilməz. Həzrət Zəhraya gələn dedilər, ola bilməz. Daş düşür başlarına. Niyə ola bilməz? Həzrət Məryəmin barəsində ola bilir. Həzrət Məryəmlə danışa bilirlər. Həzrət Məryəm Həzrət Zəhradan fəzilətdə geridədir. Həzrət Məryəmin yaşadıqlarını Həzrət Zəhra da yaşayır. Özdə artıqlaması ilə, ha? Artıqlaması ilə. O, Həzrət Peyğəmbər birisi o bir qəziyyəsi var onun, özünün bir hadisədir, tarixdə baş vermişdi. Həzrət Peyğəmbər namazdan sonra Həzrət Əliyə dedi ki, qonaq qəbul edirsən, istəyirik sizə qonaq gələk. Bir neçə səhabə ilə dedi, ya Rasulullah, canım sənə qurban olsun. Gəldilər, evdə heç nə yox idi. Yeməyə heç nə yoxdur. Deyir, Peyğəmbər gəldi, daxil oldu Həzrət Zəhra salamlı aleyhanın otağına, gördü ki, behişt nemətləri var. Peyğəmbər buyurur ki, bunu Məryəmin barəsində eşitmişdim. Ki, Quranda ayədir də. Kulləmə dəxələ aleyha Zəkəriyyə, haçan ki, Həzrət Zəkəriyyə gəlib Həzrət Məryəmin yanına girirdi. Vəcədə indəhə rizqa. Görürdü, yanında müxtəlif yeməklər var. Deyirdi, bunlar hardan gəlirlər? Ənnə ləkə haza. Deyirdi, Məryəm, bunlar hardan gəlirlər sənin üçün? Alət huvə min indillah. Deyirdi ki, Allah behişdən göndərib. Quranda ayədir də bu. Peyğəmbər bir Həzrəti Məryəmin barəsində eşitmişdim. Qızım Zəhrada əyani gördüm, aşkar gördüm ki, behişdən bunun üçün neymətlər götürürlər. Deyəndə ki, Həzrət Zəhraya behişdən neymət gəlib, bəziləri narahat olur. Deyəndə Həzrəti Məryəmə behişdən neymət gəlib, təəccüblərini gizlədəmirlər. Maşallah, xanımın fəzilətinə baxırsan. Söz deyil ki, Həzrət Zəhranın barəsində olardı. 135-ə can ayə gəlib xanımın şənində. Bilirsiniz də, surə gəlib, Kövsər surəsi xanım Zəhraya aiddir. İnsan surəsinin çox hissəsi xanım Zəhraya aiddir. Təthir ayəsi, mübahilə ayəsi və sair ilaxır. Nə qədər ayələr var ki, xanım Zəhra orada birbaşa iştirakçıdır. Birbaşa iştirakçıdır. Hətta mübahilə ayəsinə baxın, tarixdir, bunu hamısı təsdiqləyib ki, əgər xanım Zəhra orada əlin qaldırıb nifrin eləsəydi, yer üzündə bir dənədən əsranı qalmazdı. Od tutub yanardılar. Belə bir dənə xanımı Allah lütf eləyib bizə tanıtdırıb da. Yəni bu minnətdir ya bir dənə ki, bunu tanımaq icazəsini bizə verir. Bunu tanımaq icazəsini bizə verir. Ondan sonra Həzrət Zəhra bir dənə xanımdır ki, həqiqətən dedim, hər bir söz özü yetər bunların fəziləti üçün. Prosta o qədər çox ki, adam istəyirlər bəzilən desin də. Baxın, bir dənə şəxsiyyətdir. Həzrəti Peyğəmbər nə vaxt görür onu, əksər hallarda bu sözü deyib. Canım sənə qurban olsun qızım. Həzrəti Rəsulullah bir dənə uşağa deyir ki, aton sənə qurban olsun qızım. Canım sənə qurban olsun qızım. Başla dönüm qızım. Peyğəmbər deyir. Birisi də Peyğəmbərin bəzi məqamları var ki, onları hər halda deyə bilməz.
məsum olmayana bu sözü deyə bilməz. Gərək elə bir adam ola ki, bir dənə ya məsum ola, ya məsum həddində ola. Hə? Həzrət Əbəlfəz kimi. İmam Hüseyin ağa deyib də, canım sənə qurban qardaş. Məsum həddində ola da, sıradan adama bu söz deyilə bilməz. Peyğəmbər deyir, canım sənə qurban olsun qızım. Özdə dəfələrlə. Aton sənə qurban olsun qızım. Görün bu, hansı həddidədir ki, Allahın Peyğəmbəri ki, mələklər bunun qapısının xidmətçisidirlər, ona deyir ki, sənə canım qurban olsun. Allah lütf edib ki, bunu bizə tanıtdırır. Təsəvvür edirsiniz, Həzrət Zəhra salamlı aleyha həqiqətən elə məqamlara malikdir ki, Allah onu heç kimə verməyib. Allah onu heç kimə verməyib. Həzrəti xanım Xədicə bilirsiniz də, dünyada yaşaya-yaşaya behişlə müjdələnən bir xanımdır. Peyğəmbər ona cənnət müjdəsi verdi ki, cənnət səni üçün darıxır Xədicə. Bilirsiniz xanım Xədicə böyük işlər görüb, ha? Böyük işlər görüb. İslamı yaşadıb Peyğəmbər deyir, ha? Biz demirik. Peyğəmbər buyurur ki, xanım Xədicənin pulu ilə Həzrəti Əli əleyhissalamın qılıncı İslamı yaşatdı. İslam yaşatmaq bilirsiniz nədir? Allahın dininin yaşam vasitəçisi ola bir nəfər. Bu özü ləyaqət istəyir ki, Allah xanım Xədicəyə vermişdi. Ki də onun Həzrət Zəhra kimi övladı ondan dünyaya gətirdi. Və bir dənə həddə çatıb ki, Peyğəmbər deyir ki, dinimin yaşam səbəbisən xanım. Təsəvvür edirsiniz? Və Peyğəmbər dünyadan köçənə qədər, Rüstə xanım Xədicə ondan illər öncə dünyasını dəyişmişdi Peyğəmbərdən. Dünyadan köçənə qədər xanım Xədicə yadına düşəndə gözünü yaşarırdı. Hətta bilirsiniz, bəzi xanımları Peyğəmbərinə etiraz edirdilər ki, axı bir dənə yaşlı xanım idi da, indi olub da, gedib də, indi sənin cavan xanımların var, niyə bu zürürsən? Deyir, Peyğəmbər narahat olurdu bu sözlərdən. Deyirdi, siz bilmirsiniz ki, xanım Xədicə hansı anlarda mənim yanımda oldu və əlimdən tutdu. Zarafat deyil. Xanım Xədicə həqiqətən elə bir məqamda idi ki, behişt onun üçün darıxır. Allah ona behişt müjdəsi verir. Peyğəmbər buyurur ki, dinimin qalış səbəbidir xanım Xədicə. Dinimin yaşam səbəblərindən biridir xanım Xədicə. Amma Həzrət Zəhra ondan fəzilətlidir. Həzrət Zəhra ondan fəzilətlidir. Baxmayaraq ki, Həzrət Zəhranın anasıdır. Baxmayaraq ki, bu qədər fəzilətlərə malikdir. Amma Həzrət Zəhra ondan fəzilətlidir. Həzrət Zəhra 11 dənə imamın anası, bir dənə də imamın həyat yoldaşıdır. Zarafat deyil. Yəni, imamlar anası olmalıdır. Bundan böyük şərafət yoxdur ki, bir dənə xanım, yaranış aləminin ilahi hökumət quranlarının anası olar. Baxın, tarixdə çox xanımlar gəlib. Həzrət İsa'dan üzü bu tərəfə, Həzrət İsa'dan qabaq. Bir dənə Həzrət Adəmin anası olmayıb da, elə deyil. Həzrət İsa'nın da anası var da, atası yoxdur. Bütün peyğəmbərlərin anası olub da. Amma o peyğəmbərlərin heç birinə ilahi hökumət qurma vəzifəsi, öhdəliyi verilməyib. Onlar gəlib öz zamanlarında öhdələrinə düşən vəzifəni yerinə yetirib gediblər. Allahın istədiyi dünyanı quran övlad Həzrət Fatimənin övladıdır. Ona görə şair qəşəng deyir, Balayı təxt-i Həzrət Yusuf neveşte ənd, hər Yusuf iki Yusuf-i Zəhra nəmişəvət. Deyir, Həzrət Yusuf'un taxtının üstünə yazılmışdı, hər Yusuf Zəhra Yusuf olmaz. Həzrət Yusuf bir dənə Misirə təsir elədi. Düz? Bir dənə Misiri müvəhhid elədi. Bir dənə Misiri təbliğlə ilahi dinə yönəltdi. Amma Həzrət Zəhra salamlı aleyhanın Yusufu İmam Zaman Əccəlallah Teala Fərəcəhu Şərif dünyanı ilahi yönə gətirərək bütün dünyanı müvəhhid eləyəcək. Bu fövqəladə bir şeydir. Fövqəladə bir şeydir. Həzrət Zəhra salamlı aleyha həqiqətən elə bir xanımdır ki, baxın, Həzrət Əli əleyhissalam necə bir şəxsiyyətdir, məlum. Fövqəladə. Peyğəmbərdən sonra yaranış aləminin əşrəfidir, əfzəlidir. Belə kiminsə xoşu gəlsə də, gəlməsə də, bundan o tərəfəsi yoxdur.
Həzrət Əli əleyhissalam Həzrət Fatimədən danışanda onu ilə fəxr eləyir. Biz Həzrət Əlinin adı ilə fəxr eləyirik, düz? Adı ilə fəxr eləyirik. Şəklin görəndə, halbuki Həzrət Əlinin şəkli deyir ki, tarixin təsəvvürü ilə o əlamətlər ki, tarixdir, məsələn, Peyğəmbər Həzrət Əliyə, İmam Hüseynə bəzi təsvirlər ki, yaradıblar. Yəni, bugünkü kimi %100 əks etdirən şəkil deyil ki, elə deyil. Amma hətta o şəkli görəndə ruhumuz təzələnir, yoxsa? Bir müsbət enerji gəlir insanın ruhuna, mənəviyyatına. Görün, bu şəxsiyyət nə qədər əzəmətli bir şəxsiyyətdir. O xanım Fatimə ilə fəxr edir. Nəhcül Bəlağədə 28-ci məktubda Həzrət Əli əleyhissalam buyurur ki, minna xeyru nisa'il aləmin. Allahın yaratdığı bütün aləmlərin ən dəyərli xanımı bizdəndir. Mənim həyat yoldaşım Fatimədir. Həzrəti Zəhranla Həzrəti Əli kimi kişi fəxr eləyir. Allah bütün ailələrə bu dəyəri, bu fəziləti, bu ruzunu ruzə eləsin ki, hər bir kişi öz ailəsi ilə fəxr eləsin. Bu böyük neymətdir. İndi qalmışdı Həzrət Əli kimi kişi fəxr eləyir. Görün Həzrət Zəhra hardadır? Həqiqətən Həzrət Zəhra salamü əleyha tarixə baxın. Bir dənə mövqeydə olub ki, imamətlə risaləti birləşdirən halqa. Nübüvvətlə imamətin arasındakı vasitəçi və birləşdirici halqa budur. Nübüvvəti, peyğəmbərliyi götürüb birləşdirib imamətə. Risaləti götürüb birləşdirib vilayətə. Peyğəmbərlə imamları bağlayıb bir-birinə. Bu yetər, bir insanın fəzilətində bu yetər ki, dünyada 2 dənə böyük vəzifə var da. Biri nübüvvət, biri imamət. Bundan böyük vəzifə yoxdur ki. Bəndəçiliyin, bir dənə Allahlıqdır, o da xaliqə məxsusdur, Allahındır. Bəndəçiliyin içində nübüvvətlə imamətdən böyük vəzifə yoxdur ki. Təsəvvürləyin, indi bunların tamamlayıcısı, nöqtəsi, bağlayıcısı və kamilləşdiricisi Həzrət Fatimədir. Peyğəmbərliklə imamlığı bir-birinə bağlayıb. Götər də bir insan fəzilətində bu. Görün Allah bizə kimi tanıtdır. Şükürlər olsun Allah'a ki, biz bu xanımı tanımışıq. Ailəmiz, övladımız bu xanımı tanıyıb. Allah bu xanıma xatir özümüzü də, ailəmizi də, övladımızı da elə bu xanımın yolunda sabit qədəm eləsin. Həqiqətən, Həzrət Zəhranın barəsində hansı söz? Bir dənə hədis deyim, tamam. Çox yormayayım sizi. Bir üstə hədislərin sayı yoxdur ki, Həzrət Zəhranın fəzilətində. Qutarmaz ki, bir dənə hədis var Üsul-u Kafidə, İmam Sadiq əleyhissalamdandır. Allah ruhunu şad eləsin. İmam Xomeyni Rizvanullah Teala əleyh deyir, həmişə deyirdi ki, Həzrət Zəhradan danışanda, bu hədis məni ömrüm boyu düşündürüb. Və mən belə düşünürəm ki, imam deyirdi, mən belə düşünürəm ki, Həzrət Zəhra salamullah əleyhanın fəzilətlərinin içində şah fəzilət budur. O, bəzən şairlər şeir yazır, deyirlər, şeirin şah beyti. İmam Rəhmətli deyirdi ki, məncə Həzrət Zəhranın fəzilətlərinin içində bu şah fəzilətdir. Bu baş fəzilətdir. Ki, İmam Sadiq əleyhissalam onu Üsul-u Kafidə gətirib. Nədir o? İmam Sadiq əleyhissalam buyurur ki, Həzrət Zəhra salamullah əleyha Peyğəmbərdən sonra 75 gün yaşadı və 75 gün hər gün Həzrəti Cəbrail gəlib ondan oturub danışdı. Bəğ dedik, müxtələfəl mələikə. Mələklər gəlir, gedir bunların evlərinə. İndi burada vəziyyət dəyişir. Mələklərin şahı gəlir, gedir indi. Həzrət Cəbrail adi mələklərdən deyil. Və biz hamımızın elə uşaqlıqdan bildiyimiz bir şey var da, 4 dənə müqərrəb mələk var. Biri kimdir? Həzrəti Cəbrail. Allahla Peyğəmbərlər arasındakı vasitəçi. Və son vəhiy yer üzünə gətirən mələk. Və Peyğəmbərdən sonra vəhiy söhbəti bağlandı, bağlanmadı. Nəhcül Bəlağədə Həzrət Əli əleyhissalam deyir də.
İnqata'a. Deyir, vəhy kəsildi, bağlandı vəhyin qapısı. Peyğəmbərdən sonra bağlandı vəhyin qapısı. Amma Həzrəti Cəbrailin yer üzünə gəlişi İmam Sadiq əleyhissalam deyir, bağlanmadı. Həzrət Fatimə dünyadan gedənə qədər hər gün gəldi, Həzrət Zəhra ilə oturdu, danışdı. Soruşdular, ya nə Resulullah, nə danışırdılar? Bir üstə o söhbətlərdən Həzrət Fatimənin Mushaf Həzrət Fatimə vardı. Həzrət Fatimənin bir kitabı vardı İmam Zaman ağanın əlində və bütün imamlarda olub. Dedilər, ya nə Resulullah, nə danışırdılar? Həzrət İmam Sadiq ağa buyurur ki, 4 mövzu üstündə danışdılar. 75 günün hamısı. 4 məsələ ilə bağlı hər gün danışırdılar. İmam Sadiq ağa deyir. Cəbrail gəlirdi. 4 məsələ ilə bağlı hər gün Həzrət Fatimə ilə danışırdı. Nə idi onlar? Deyir, birincisi bu idi. Salam aleyküm. Həzrət Cəbrailin gəliş məqsədi bundan ibarət idi. Xanıma başsağlığı vermək üçün gəlirdi. Hər gün gəlirdi, ona dildarlıq verirdi, başsağlığı verirdi, təsliyyət deyirdi, sakitləşdirirdi. Hər gün başsağlığına gəlirdi. Təsəvvür edirsiniz, Həzrət Zəhranın məqamı hardadır? Allah 124 min peyğəmbərin arasında olan vasitəçisi, mələklərin rəisi olan mələki Həzrət Zəhranın qapısına elçi qoyub ki, o xanım dünyadan gedənə qədər hər gün gedib ona başsağlığı verəcəksən. Çünki o elə bir şəxsiyyət itirib ki, bir o bilir kimi itirib. Söhbətə bax ha. Bir də sən ancaq onu ovundura bilərsən. Ancaq Həzrət Cəbrail gələ, otura ilahi əsrardan danışa, xanım Xədicənin də ruhu qidalana və sakitlik tapa. İmam Sadiq ağa buyurur, birincisi budur. Hər gün gəlirdi başsağlığı verməyə. İkincisi budur. Deyir, gəlirdi Həzrət Zəhranı sakitləşdirmək üçün. Bir üst Həzrət Peyğəmbərdən sonra Həzrət Zəhra deyir, öz şəhadətinə qədər hər gün ağlayırdı axı. Gəlirdi Həzrət Zəhraya təskinlik verirdi. Həzrət Zəhranı sakitləşdirmək üçün. Necə? Deyir, üçüncü iş bu idi. Həzrət Peyğəmbərin behişdəki məqamını Həzrət Zəhraya danışmaqla və bəzən göstərməklə. Deyir ki, axı narahat olma da bu əla illiyindədir. O behiştin bir nömrəli yeri bunundur. Peyğəmbərlər huzurunda gəlib əyləşiblər. İndi bu Həzrət İbrahimlə danışır. Həzrət Cəbrail var danışır Həzrət Fatimə. Bax, indi Həzrət Musa ilə gezir behişdə. Həzrət Yəhya ilə söhbət edir. Həzrət Yusufla görüşdü. Həzrət Yaqubla orada elə keçəndə görüşdülər, yolun qırağında biraz danışdılar. Peyğəmbərin behişdəki əhvalatın Həzrət Fatiməyə danışır. Ki, yəni, rahat ol da bu qədər üzmü üzvü. Düzdür, Həzrət Peyğəmbər bir nömrəli atadır. Bir nömrəli şəxsiyyətdir, bir nömrəli məxluqdur, bir nömrəli Peyğəmbərdir. Amma bütün buralara rağmen deyir ki, rahat ol da, behişdin. Ən uca məqamında da atın. 4-cü məsələ ki, deyir, hər gün Həzrət Fatimə ilə Həzrət Cəbrail onu danışırdı. Bu özü də Həzrət Fatimənin belə deyir də, fikrin dağılmağa bir vasitə idi. Həzrət Fatimənin övladlarından olan imamların həyatın Həzrət Fatiməyə danışırdı. Deyir, imamlar ta zuhura qədər hansı imam hər nə yaşayıb və yaşayacaqsa hamısını Həzrət Fatiməyə Həzrət Cəbrail demişdi. İmam Sadiq əleyhissalam buyurur. Təsəvvür edirsiniz, deyir, məncə deyir, fəzilətlərin içində İmam Xomeyni rəhmətli deyir, məncə fəzilətlərin içində bu şah fəzilətdir. Yəni, yer üzü ilə vəhyin əlaqəsi kesilib, Cəbrailin gəlişi kesilmir. Cəbrail gəlir, gedir. Yəni, bu insan hansı məqamdadır ki, bunun təsəlli verəni, məclisimizə bir dənə tanınmış, hörmətli adam gələndə bir əzizimiz dünyadan köçəndə fəxr eləyirik və bəzi yerlərdə də bilməyənlərə eşitdirik ki, sağ olsun, filan kəs də gəlmişdi. Halbuki filan kəsin gəlməyinin bəlkə də ölənimizin əzabının artmasına təsiri var, bağışlanmasına yox. İndi Həzrət Fatimənin atası dünyasını dəyişib. Bir nəfər gəlir bunun qapısına, dünyada heç kimin qapısına bu cür gedməyib. Gələ 2 ay yarım otura bir dənə xanımın, 18 yaşında bir dənə xanımın qabağında onun təskinliyi üçün elçilik rolu oynayır. Həzrət Fatimədir. Şükürlər olsun Allah ki, Allah bizi
bu xanımı tanıyanlardan deyib. Allah'ın veririk öz Allah'ına xatir, Həzrət Zəhraya xatir günahlarımızı bağışlasın, aqibətimizi xətimli xeyr eləsin, özümüzü, ailəmizi, övladımızı Həzrət Zəhra yolunda sabit qədəm eləsin, bizi xalisanə, Həzrət Zəhraya xatir xalisanə bu ailəyə, nökərçiliyə müvəffəq eləsin. Bir digərinə də təbrik edirəm sizi. Allah nə qədər ömür veribsə, bu məclislərdən bizi uzaq salmasın. Bayramınız mübarək olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.